Salam hörmətli şagirdlər və mənim YouTube-dan izləyicilərim. Bugün sizlə bir yerdə artıq 11-ci sinifin sınavlarına başlayacağıq. Ümumi sınavların əsas qrammatika hissəsini izah edəcəm. Çünki çoxunuz qrammatika hissəsindən biraz çətinlik çəkirsiniz və bunu elə bil ki, bir oynatma listəsi kimi, yəni belə deyim də, bir 15-20 videodan olacaq bu videolar. Yəni yalnız qrammatika hissəsi olacaq. Ümid edirəm ki, yararlı olar. Buradan 1-dən 6-ya kimi listening-dir. İndi isə 7-ci sualdan başlayırıq. Deməli 7-ci sualda bizim əsas gördüyümüz kimi sifətin yəni qaydasını soruşur. Sifətin adi, müqayisə və üstünlük dərəcəsində olmasını soruşur. Və biz də burada in the world sözünü görürük. In the world sözü biz bunu artıq birləşmə kimi mən hətta şagirdlərimə deyirəm ki, bunu əzbərləyin. Yəni bunu gördüksə mütləq şəkildə üstünlük dərəcəsi olacaq. Üstünlük dərəcəsinin də bunu düstur kimi yadda saxlayın. Əgər tək hecalıdırsa bunu qeyd eləyin də, yəni kim unudubsa, yanınızda bir vərəq, dəftər olsun. Əgər tək hecalıdırsa, mütləq şəkildə onsuz da təkdə də çox hecalıda da z o artikel olmalıdır. Z üzərinə gəlsin, sifət üzərinə gəlsin, est. Bu tək hecalıdır. Yenə təkrarlayıram. Z üstə gəl, sifət üstə gəl, est. Bu tək hecalıdır. Çox hecalıda isə çox asandır. Bir dənə the most əzbərləyirsiniz, üzərinə gəlsin sifət. İstənilən təbii ki də çox hecalı sifəti deməliyəm. Burada görürəm ki, smart tək hecalıdır. Tək hecalı olduğu üçün və üstünlükdə olduğu üçün məndə qalır, baxın, elə D variantı. Niyə B-ni götürmədim? Çünki burada Z artiklı yoxdur. Z artiklını heç vaxt unutmayın. Nə vaxt üstünlükdə? 8-ci suala keçirik. Deyir ki, choose the correct tense form. Yəni düzgün zamanı seçin. Burada at the time yesterday mənim açar sözümdür, zaman zərfliyimdir. Bunu işlədəndə biz bilməliyik ki, bu keçmiş davam edici zamandır. Buna görə də məndə qalır ya B variantı, ya da C variantı. İndi baxıram. My cousin. My cousin, yəni mənim, ola bilər xalamın oğlu, xalamın qızı, yəni ki, təkdir də, bir nəfərdir. Və təkdə olduğu üçün də buna görə də C variantı təbii ki seçəcəm. Əgər çox nəfər olsa, cousins olsaydı təbii ki B olacaqdı. Amma burada təkdədir. Daha sonra positive case təbii ki də imtahanın əsas ən çox düşən, yəni siz belə deyim də sizə, %100 sizin ingilis dilində qrammatikadan bir sualınız positive case, ismi yiyəlik halındandır. %100 bir sualınız make-up sentence, cümlə qurmaqdır. %100 bir sualınız sifətin dərəcələridir. Ola bilər adi dərəcə olsun, ola bilər üstünlük olsun, ola bilər müqayisə olsun, asan da düşə bilər, çətində. Yəni bunlar hamısı bu testdə olan Aynura Həmidovanın testindəndir, bu sınağındandır. Yəni burada olan testlər, yəni hər zaman belə deyək, praktikada bizim gördüyümüz testlərdir. Hər zaman düşən sual tiplərindəndir. Təbii ki də eynisi deyil, amma bu qaydaya əsaslanaraq yazırıq. Sözlər dəyişilir sadəcə, amma qayda eynidir. Nəysə, çox uzatmadan keçirəm 9-cu testə. Deməli, choose the correct sentence in the positive case. Yəni ki, positive case'dir. Ola bilərsə incorrect versin, yəni çaşmayın. Əgər incorrect versə səhvi seçirsiniz, amma correct deyir. Burada heç bir problem yoxdur. Bunu necə yadda saxlayırsınız? Deməli, positive case seçmək üçün nə edirsiniz? Əgər got sözü varsa burada, bu söz varsa mən avtomatik bu variantı silirəm. Çünki bu has gotdur. Has got olduğu üçün də, yəni bu has nə vaxtdan positive case olub ki, bunu heç vaxt götürə bilmərik. Yəni bu variant gedir, çünki has sözüdür burada. Aha, bir gedir, B də gedir, Y də gedir, C də gedir. Martina's book is on the table. Əgər, belə deyək, apostrof S-dən sonra isim gəlibsə, bu %100 positive case-dir. Və ya biz buranı, uşaqlara belə də öyrədirəm mən hazırlığımda. Deməli, əgər mən is artıra bilmirəmsə, has artıra bilmirəmsə, was artıra bilmirəmsə, deməli bu positive case-dir. Yəni, baxın burada, Martina is book is on the table. Bir cümlə məntiqə uyğundurmu? Xeyr. Ona görə uyğun deyilsə, onda positive case-dir. Yəni ki, ismi aiddir. Martin, baxın artıq burada seçə bilərsiniz. Martin is a rich man. Deməli, burada varsa bu isdir. Is nə vaxtdan positive case olub ki? 3-ü də çıxırıq. Qaldı bizdə 2 ya 4 olacaq ya da 2-5 olacaq. Gəlin baxaq. Deyir ki, the woman's cost. Bu qaydadır artıq. Belə ki, düzdür.
İsim əgər cəmdədirsə, birinci S hərfini, S hərfini yazırıq, sonra apostrof qoyuruq. Bu heç. Amma belə bir qayda da var idi ki, ulduzlu istisna qaydamız var idi ki, uşaqlar. Əgər isim kökündən dəyişilirsə, yəni kökündən dəyişilən sözlər hansılar idi? Woman, woman yazılan woman olurdu. Man, men olurdu. Child, children olurdu. Baxın, bunlar kökündən dəyişən isimlərdir. Yəni cəmi kökündən dəyişən. Kökündən dəyişən isimlər tək isimlər kimi yəli halda olur. Tək isimlər necə idi? Məsələn, tutalım ki, Rozası. Məsələn, belə idi də indi addır məsəl üçün. Apostrof S olurdu. Həmçinin bu kökündən dəyişən sözlər də istisna olaraq, burada yerim azdır, woman apostrof S olacaq. Nə olsun ki, cəmdədir? Baxın, burada bizə səhv verib, birləşik verib. Düzdür, cəmdə olanda biz birləşik götürürük. Amma kökündən dəyişən isimlərdə olmur belə bir qayda. Sonra 5-ə baxırıq, lap bu qaydanı bilməsək də, bütün variantlara baxaq. The sun is rise is good for health. Elə bir şey yoxdur, yəni bir cümlə ola bilməz. Bir cümlədə 2 dənə is olsun. Ola bilməz. Elə 2 və 5 olacaq. Gəldik. Belə deyim də, qaydanı yəni bir sualı izah qısa cavabı deyib keçə bilərəm. Sadəcə istəyirəm ki, yəni ətraflı olsun, bilməyən bilsin. Əgər bilirsinizsə bu sualı, məsəl üçün keçin də, yəni 10-15 saniyə irəli atın, keçin o bir suala. Yəni sadəcə bilməyənlər üçün də niyə filan variant olmadı, onu da izah eləmək çox önəmlidir. Yəni elə yadda saxlamaq lazımdır. Daha sonra make up sentence. Make up sentence təbii ki, həmişəki sualımızdır. Bunun bir üsulu var. Ya sən professional olmalısan, yəni əmin olmalısın özündən ki, birbaşa yazasan. Amma sən qarantiləmək istəyirsənsə, bir variantların cümlələrini qur. Düzdür, 2 dəqiqə sənin vaxtın çox gedəcək. Amma ki, bil ki, %100 düz olacaq. Təbii ki, diqqətsizlik olmasa da indi. Məsələn, nə edirsən? A, B, C, D variantları yoxdurmu? Baxın, bu da rəqəmlər. Bu rəqəmləri bir cümlə düzəldirsiniz. Baxırsınız. İstəsiz yazı da bilərsiniz. Researchers always are water of... Belə bir qəribə bir cümlə var. Sources in search new. New necə axırda gəldi? Heç A da gedir. Görürsünüz, avtomatik getdi. Y variant da getdi. Qaldı ilə C ilə D variantı. Gəlin indi baxaq. Researchers deməli always are water sonra of sources in search. Qəribə bir cümlə. Görürsünüz, yəni belə adam oxuya da bilmir də. Researchers are always in search of new water sources. Baxın, bu düzgün gəldi. Artıq uyğun gəldi. Bu belə, bu cümlə qurmaq belə. Çünki uzun cümlə olur və uzun cümləni quranda da adam səhv eləyə bilər. Yəni adam özü də çaşır. Yəni mən belə çaşa bilərəm. Ona görə bir baxın hansı məntiqə uyğundur, onu götürün. Sonra uncountable nouns, ya isimdən sizə uncountable nouns düşür, ya countable düşür. Ya da ki deyir ki, məsəl üçün cəmdə olan sözlər, pluralı seç, ya da deyir ki singuları seç. Yəni sizə bu dördündən biri düşür. Amma burada da baxın, sayılmayan deyir. Sayılmayan isimlərə belə yada saxlayın. Cəmi olmur. Məsələn, baxıram, düzdür, rice sayılmır, chess sayılmır, çünki oyun adlarıdır. Amma axı tiger sayılır, bu ona görə pozulur bu variant. Yəni bir variantda bir səhv şey varsa, o variant getdi. B variantı qalsın, English sayılmır, amma P sayılır, ağa peas, beans, bu da getdi. Ice düzdür sayılmır, history sayılmır. Amma Gates var axı. Məsələn, cheese düzdür sayılmır. Yəni bu variant da gelir, çünki sayılan isim var, patient. Deməli, burada baxın, sand, powder, chalk. Chalk burada deməli meldir. Mel lövhəni yazırıq, baxın, odur. Bir də money. Pul da sayılmır. 12-ci sual. 12-ci sualda deyir ki, change the sentence into passive. Yəni ki, passive voice-a çevir. Bu da mütləq şəkildə sizə bir sualınız var bu haqda.
Yəni bunu çox gözəl öyrənin. Baxaq. Deyir ki, I shall send a report tomorrow. Baxıram. Birinci passive voice-ın qaydası necə idi? Biz ilk öncə bunu məchul növə çevirdik, düzdür? Bunun tamamlığını tapmalıyıq. Burada the reportdan söhbət gedir də. Ona görə elə heç vaxt başlanğıcda olan sözdən başlaya bilməz. Ya A-dır, ya D-dir, ya da G-dir. The report, axı, shall var burada. Will-la həmişə be olmalıdır. The report will be sent by me. Məsələn, gəlin baxaq niyə A olmadı. Düzdür, B'si yoxdur, amma burada send verib. Axı send indiki zamandır. Bizə keçmiş zamanda olmalıdır. Unutmayın. Bu hissə gələcək olsa da passive voice həmişə çevrilir keçmiş. Daha doğrusu ikinci formasına çevrilir. Ona görə də doğru variantımız D variantıdır və will be olmalıdır həmişə. Daha sonra son illər belə tip suallar daha çox düşür. Yəni iki cümlə verir. Məncə bu daha asandır. Çünki bir cümlənin quruluşunu bilsən, o birisi alınır. Yəni son illər bu tip suallar daha çox düşür 11-ci siniflərə. Yəni deyir, düzgün variantı seç. Caused a lot of damage. Do you eat every morning? Aha, baxaq. Deməli, birinci cümləni lap bilmədim. Unutdum. Nə bilim, ağlıma gəlmir. Tərcümə eləyə bilmədim. Olsun. Amma ikinci cümləni ən azından məncə tərcümə eləyə bilərik. Who do you eat every morning? Sən kimi yeyirsən, bir şey olarmı? Təbii ki də burada what olacaq da. Yəni bu çox asan. What do you eat every morning? Yəni sən nə yeyirsən? Elə birinciyə də təzədən qoyaq, hər ehtimal nəzərə alaq. Deyir ki, what causes a lot of damage? Baxın, belə. Sonra choose the correct variant. Yəni bu hər il düşür də. Baxın, bu sınavda olan hər şey hər il düşən suallardandır. Deməli uşaqlar. Deyir ki, bu exclamatory sentence-dir, nida cümlələri. Baxaq, oxuyaq. Deyir ki, what a sharp knife she uses. How a great speech you have done. How great was the victory. What a nice dancer she was. Aha, baxaq. İndi mən sizə deyəcəm, nə səhvdir, niyə filan variantı götürməliyim. Deməli uşaqlar, how a great speech you have done. Heç vaxt ola bilməz. Bilirsinizmi niyə?